düşünürəm ki, əgər bir xalqın dili varsa, deməli o xalq da mövcuddur. Mən də gələcəkdə öz dilimi qorumaq, sevdirmək və şagirdlərimə ötürmək üçün əlimdən gələni edəcəyimə inanıram. Mən Ağazadə Fatimə Azər qızı, Mingəçevir Dövlət Universitetinin 3-cü kurs tələbəsiyəm. Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ixtisas alıram. Bu peşəni seçərkən qarşımda yalnız bir peşə yox, həmçinin böyük bir məsuliyyətin dayanacağını bilirdim. Çünki müəllim olmaq təkcə lövhə qarşısında dərs keçmək deyil. Müəllim olmaq bir şagirdin gələcək addımlanmasında böyük rol oynamaq deməkdir. Mənim anam, atam, ümumiyyətlə qohumda heç kəs oxumayıb, heç kəs ali təhsilli deyil və mən bu döngünü qıraraq ali təhsil aldım, öz peşəmi seçdim və milyon şagirdə, milyonlara dəstək olmaq üçün gələcəkdə də özümü inkişaf etdirməyə çalışıram. Əməkdaşlar bizimlə əlaqə saxlayanda mən qalib olduğumu gördüm. Buna çox sevindim. Həmçinin ailəm də bu sevincimə şərik oldu və Nazana təqaüd proqramının mənim üçün əhəmiyyəti olduqca böyükdür. Çünki bu proqram bizə nəinki maddi, həmçinin mənəvi dəstək olur. Evdə sadəcə belə deyək, balaca bir lövhə var. Tələbələrimə kurs aça bilərəm, müasir şəraitdə olan dərs keçə bilərəm. Proqram sübut edir ki, əgər bir tələbə əziyyət çəkirsə, bir tələbə təhsil karyerasında irəliləyirsə, onun akademik göstəriciləri yüksəkdirsə, o tələbənin əziyyəti heç zaman yerdə qalmayacaq. Təhsil həyatımı bitirdikdən sonra, mən də müəyyən dərəcədə məvaciblər qazandıqdan sonra, müəllim kimi fəaliyyətimi davam etdirdikdən sonra gələcəkdə özüm kimi savadlı kadrların, qızların oxuması üçün Nazana təqaüd proqramına ianə edəcəyəm. Unutmayın ki, bugünün təhsilli qızı gələcəyin güclü bir qadınıdır.